İmam Hadi əleyhissalamın həyatı barədə qısa məlumat. O Həzrət 212-ci Hicri qəməri ilinin Zilhiccə ayının 15-də dünyaya gəlmişdir. Bəzi mənbələrdə Zilhiccə ayının 27-sində də qeyd edilmişdir. O Həzrətin atasının adı İmam Cavaddır. Tarixdə anasının adı Səmanə və yaxud Süsən qeyd etmişlər. Həzrət 254-cü Hicri qəməri günündə şəhid edilmişdir. Amma onun hansı ay və hansı gündə olması barədə ixtilaflar var. Bəzi mənbələrdə Rəcəb ayının 3-də, digər mənbələrdə isə Cəməd-ül-Üssani ayının 25-də və yaxud 26-sında şəhid edildiyi qeyd edilir. İmam Hadi əleyhissalam Nəqi, alim, fəqih, əmin və təyyib kimi ləqəblərlə də məşhurdur. O Həzrətin mübarək künyəsi isə Əbul Həsəndir. İmam Kazım və İmam Rıza əleyhissalamın künyəsi də Əbul Həsən olduğu üçün səhv olmasın deyə İmam Kazım əleyhissalam 1-ci Əbul Həsən, İmam Rıza əleyhissalam 2-ci Əbul Həsən və İmam Hadi əleyhissalama 3-cü Əbul Həsən deyilir. Şeyx Müfidin və başqalarının rəvayətinə əsasən İmam Hadi əleyhissalam Hicrətin 254-cü ilində Rəcəb ayında Samirada dünyadan köçdü. Tarixi Bağdad, Cild 12, səhifə 56. O zaman 13-cü Abbasi xəlifəsi Muhtəzi xilafət taxtında idi. İbn Şəhraşub o Həzrətin təbii əcəl ilə dünyadan getmədiyini nəql etmiş və bu barədə Abbasi xəlifəsi Mu'təmidin onu zəhərlədiyinə dair İbn Bəbavehdən rəvayətdə nəql etmişdir. Əl-Mənaqib, Cild 2, səhifə 442. O zamanın zalim hakimlərinin Ələvi sülaləsinə, xüsusilə onların böyükləri və şiə imamlarına qarşı kin və düşmənçilikləri İmam Hadi əleyhissalamın uzun müddət məcburi surətdə Samirada qaldıqdan sonra 44 yaşında vəfat etdiyinə və vəfat etmə səbəbi olan hər hansı cismani xəstəliyinin tarixdə qeyd olunmadığını diqqət yetirdikdə, o Həzrətin zəhərləndirilib şəhadətə yetirilməsi ilə bağlı rəvayətin düzgün olma ehtimalı daha da güclənir. İmam Hadi əleyhissalamın imaməti. İmam Cavad əleyhissalam 220-ci Hicri qəməri ilində şəhadətə yetirildikdən sonra hələ 8 yaşında olan oğlu İmam Hadi əleyhissalam imamətə çatdı. Şiələr imamın həddi buluğa çatması məsələsinə İmam Cavad əleyhissalamın haqqında təcrübə edərək həll etdiklərindən nə özləri, nə də onların böyükləri İmam Hadi əleyhissalamın imamət barəsində şübhəyə düşmədilər. Bəzi rəvayətlərdən aydın olur ki, İmam Cavad əleyhissalam Möhtəsim tərəfindən Bağdadda gətirildiyi zaman o bunu öz hakimiyyətinə bir hədə olduğu və təhlükə olacağını hiss etdiyi üçün İmam Hadini öz canişini təyin etdi. Usul-u Kafi Cild 1, səhifə 323. Mütəvəkkil İmam Hadi əleyhissalamın nəzarət altında saxlamaqla onu saray adamları və hökumətin tərəfdarı kimi göstərməyə çalışır. Beləcə o Həzrətin xalqın gözündəki əzəmət və böyüklüyünü azaltmaq istəyirdi. Təbərisi yazır: mütəvəkkil cəmaatın gözündə İmam Hadi əleyhissalamın şəxsiyyətini sarsıtmaq və etibarını zədələmək üçün çox çalışdı. Əlamul Vəra, Həsən Təbərisi, səhifə 438.